Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz hal-hazırda Bərdə şəhərindəyik, Yeni Daş kəndindəyik. Xanım bizə şikayətlə çıxdı. İndi xanımın öz dilindən dinləyək görək şikayəti nədən ibarətdir. Özünüzü təqdim eləyin xanım. Sevil Behbudova, Behbudov Ərzamın Vəlişoğlu'nun bacısıyam. Əlimdə etibarnaməm var. Bu zapravka bizim Yanacaq doldurma məntəqəsi. Yanacaq doldurma məntəqəsində bölümündəki mağaza mənim qardaşımındır. 2009-cu ildə bunun rəhbəridir və indiyə qədər də fəaliyyət göstərir. Lakin 2026-cı il yanvar ayında bir qrup quldur dəstəsi tərəfindən qardaşıma hədə qorxu gəliblər. Bu obyekti ələ keçirmək istəyirlər. Ələ keçirmək istəyən insanlar isə Quliyev Asəf Vaqifoğlu, Quliyev Azər Vaqifoğlu və Quliyev Ramin, onun havadarları Zeynanov Əlizamin İdrisoğlu, bir də Nüsrət, səhv eləmirəmsə familiyası Bayramovdur. Bunlar birləşiblər, qardaşıma tor qurublar, kələk gəliblər və obyekti ələ keçirmək istəyirlər. Qardaşına deməli bunlardan Quliyev Asəf Vaqifoğlu'ndan müəyyən miqdarda Hal-hazırda dayandığımız bu yanacaq doldurma məntəqəsi kimə məxsusdur? Sənədlərinizi göstərin. Behbudov Ərzamın Vəlişoğlu'na. Bu daha Behbudov Ərzamın Vəlişoğlu'nun adına olan kitabça və onun sənədləri. Behbudov Ərzamın kimdir? Behbudov Ərzamın Vəlişoğlu mənim qardaşımdır. Və etibarnamə ilə artıq bütün hüquqları, bütün mülkləri mənimdir və mən bu quldur dəstəsindən tələb etmişəm ki, mənim obyektimi tərk edin, amma onlar mənə hədə qorxu gələrək məni zəbt ediblər sizin bu illərim yanvar ayının 25-dən bu obyekti zəbt ediblər. Yəni necə zəbt ediblər? Sizi obyektə buraxmırlar Bəli, yoxsa? buraxmırlar. Kim buraxmır? Döyün görək, siz ofisi tanıyırsınız, döyün qapını. Yaxınlaşanda sizi buraxmırlar. Buyurun, buyurun xanım. İçəri buraxmırlar. Açın oranı. İndi mən hüquq mühafizəçilərini də çağıracağım bura. Kim buraxmırsınız Bu içəri? da içəridəkilər baxın, buyurun. Burası sizindir, qardaşınızındır. Bəs bunlar kimdir? Asəf Quliyev. Bəs bunlar kimdir? Bunlar kimdir? Bəli. Zəhmət olmasa Asəf Quliyev. Deməli. Kimdir bunlar? Naxçıvanda. başqa qurumlarla Siz, hə? Bunlar Asəf Quliyev Naxçıvanda işləyirdi. Sərhəd qoşunlarda komanda işləyirdi. Onun əməllərini belə oğurluq cinayətlərinə görə Prezidentin fərmanı ilə 2018-ci ildə vəzifədən uzaqlaşdırılmış və 5 il ev dustsağı edilmişdi. Hal-hazırda o indi üzərində həbs var idi. bəli, aldığım məlumata görə hal-hazırda da və indi də gəlib burada öz əməllərini quldur dəstəsi ilə davam etdirir. Quldur dəstə dediyiniz şəxslərdən burada kimsə var?